Salam, xoş gördük. Bax, bu gözəl yaz havasında sizləri salamlamaqdan böyük zövq alırıq. Bugün Bakıxanov qəsəbəsindəyik və bir Qarabağ qazisinin qonağı olacağıq. Mən istəyirəm Barış bəy, siz də salamlaşasınız. Merhaba, biz de geldik eve bakmaya. Barış bəy, bugün biz çox pozitiv bir ailənin qonağı olacağıq. Evet. O qədər pozitiv bir ailədir ki, hətta Füzuli dayı bizi Heyette Heyette karşılamış karşılıyor. herhalde. Bize tanışalım. gedək salamlaşaq. Salam Füzuli dayı. Merhaba, Barış. Çox sağ olun. Allah Bizim memarımız. Xoş gördük. Bu dəfə Qarabağ qazisi Füzuli bəyin rüyasını gerçəkləşdirəcəyik. Onun bizi həyətdə qarşılaması artıq qonaqpərvərliyindən xəbər verir. Merhaba. Salam, Hoş geldiniz. xoş gününüz olsun. Necəsiz? Sağ olun. Siz necəsiniz? Necəsiz? Selamünaleyküm. Mən keçim dayının yanına. Salam. Necəsiz? Sağ olun, sağ olun. Özünüzü zəhmət olmasa gəlmisiniz. təqdim edin. Hakan'ı Həqani müəllim, kardeşi. qardaşı, çox gözəl. Bugün qonaqlarımız çox olacaq. Ailəmiz çox pozitiv ailədir. Odur ki, gözünüz bizdə olsun. Buraman xanım, Füzuli bəy xanım. Hə, biz cavanıq, pilləkənləri tez-tez çıxdıq. Amma Füzuli dayı yoruldu. Yəni yorulmadı, yavaş-yavaş çıxır da. O da harda olsa gəlib çıxar. Budur, Füzuli bəy də gəlib çıxdı. Koca olsam da dəyərəm min cavana, çörəyi yemərəm mən yavana, yaxşı demərəm mən yamana. Zaquliyev Füzuli Ədəboğlu 1961-ci ildə Dağlıq Qarabağın Ağdərə rayonunun Xatınbəli kəndində, yəni Kolan illərində dünyaya göz açmışam. TRT kanalının bütün rəhbərinə, bütün Türk dünyasına buradan salam deyirəm. Dünyada harada nə bir daş qaldısan, oradan Türkün ləpri, Türkün üzü çıxır. Aparıcımız Xuraman xanım ailə ilə daha yaxından tanış olur. Mən istəyirəm Tamela xanımı da çağıraq bura. Barış bəy, icazə olarmı biz yerimizi dəyişək? Tamela xanım, Füzuli dayıdan razısınız? Bəli. Füzuli dayı, siz hansısa bir işlə məşğul olmusunuz? Hal-hazırda mən Azərbaycan Vətən Müharibəsi Vətənlər Birliyinin sədriyəm. 64 minlik bir təşkilatdır. Yəni Azərbaycan müstəqilliyə qovuşandan sonra ilk ordunla yaradan zabitlərdən biriyəm. Yəni ona həm fəxr edirəm, həm də sevinirəm. Gözəl, biz sizlə fəxr eləyirik və təşəkkür eləyirik ki, varsınız, hər zaman vətənimizin keşiyindəsiz. Bizim Tamella xanım çay hazırlasın, siz isə hələlik otaqlarla tanış ola bilərsiniz. Otağımızın biri bu. İlk olaraq yataq otağı ilə tanış olduq. Barış bəy, bu otaq necə vəziyyətdədir? Dizayn olarak diğer odalara göre, oturma odasına göre daha iyi. Daha bakımlı. Yerleşim olarak da güzel. Bəs rənglər? Çok koyu kalmış aslında, çok boğucu. Daha açık olabilirdi. Bəs bu otaq necədir? Bu oda bakımsız bayağı. Öyle değil mi? Füzuli mi? Təbii. Niye evine bakmıyorsun? Otağın sağ tərəfində yığılan yorğan döşə ilə bağlı Barış bəydən soruşdu. Sizin yerlərdə belə bir yük, mitil yığılır ya yox? Bizde tabii köy yerlerinde oluyor. Barış bəy, keçək mətbəxə. Renklerini ben çok beğendim de işte biraz tamire ihtiyacı var yine de. Zemin olarak. Tavanı falan güzel, mobilyası da güzel. Renkleri de güzel. Beğendim yani. Çaylar da hazırdır. Keçin otağa çay içək. Bunu da verin. Bu da bu operatorumuzundur. Qoyuram bura içərsin. Sənin də çayın buradadır. Barış bəyin artıq otaqla bağlı fikirləri var. Tabii düzgün değil, yerleşim olarak da düzgün kurulmamış zaten. Televizyonu bir araya koymuşlar, olmamış hemen piyanoyla dolabın arasına. Biz bunların hepsini değiştireceğiz. Proqramın əvvəlində Füzuli bəyin Qarabağ qazisi olduğunu sizə söyləmişdik. Sözü yalnız cənnət məkan olan Qarabağımızdan salırdı. Ermənistanın torpaqları da bizim torpaqlardır.
Azərbaycan Qarabağ bölgəsinin insanları eyni köklərdən olan və hal-hazırda Türkiyənin Afyonkarahisar vilayətinin Bolvadin rayonu və Qarabağ adlı kəndlərdə xeyli sayda insan yaşamaqdadır. Tədqiqatçıların verdikləri məlumata görə Qarabağ kəndlərinin sakinləri 1473-cü ildə Manisa vilayətinə, 1691-ci ildə isə Bolvadinə yerləşmişdilər. Bu kəndlərin sakinlərinin əslən Gəncə vilayətinin Qarabağ əyalətinin Bozuluş tayfasından olduqları ehtimal olunur. Türkiyə ərazisində Qarabağ adı ilə bağlı 21 yer mövcuddur. Bu istiqamətdə TİKA tərəfindən başladılan layihə çərçivəsində Türkiyə Respublikasının Afyonkarahisar vilayətində yaşayan və əslən Qarabağdan olan insanların Azərbaycan ilə Türkiyə arasında müştərək mədəniyyətə dəlalət edən bir yanaşma ilə incələməsi və müştərək mədəniyyət şüurunu qidalandıracaq şəkildə ictimaiyyətə təbliğ edilməsi planlaşdırılmışdır. Layihə işlərinin hazırlıq mərhələsi olaraq 30 noyabr, 5 dekabr 2013-cü il tarixləri arasında Afyonkarahisar vilayətinə TİKA və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutundan mütəxəssis heyəti ezam olunmuşdur. Layihənin bir sonraki mərhələsində isə 9 mart 2014-cü il tarixində Bakı şəhərində Bizim Qarabağlarımız adlı simpozium və bədii musiqi proqram təşkil olunmuşdur. Layihənin bundan sonra mərhələlərində Afyonkarahisar vilayətinin Bolvadin rayonu və Qarabağ adlı kəndlərdə sənədi film çəkilməsi, Bakı şəhərində ədəbi musiqili proqramın təşkil olunması nəzərdə tutulur. Artıq memarımız otaqla bağlı ailənin fikirlərini öyrənir. Sizin odanızı 3 gün içinde değiştireceğiz tamamıyla. Ama bundan önce ben size evle ilgili bazı sorular sorayım. Bazı şeyler söyleyeyim. Genel olarak hangi renkleri seviyorsunuz? Bakın buradan renk seçebilirsiniz aslında da. Bu ne üçündür? Eşya üçündür yoksa? Bunlar parçalar da duvar renklerini de gösterebilirsiniz mesela hoşladığınız renk varsa. Olsun beyaz. Beyaz, kirletmek yok ama. Memarımız otağın qüsurlarını söylədi. Siz niye evi böyle saklıyorsunuz mesela? Çünki cəmaət pul qazandı, mən müharibə edirəm. Müharibədə də pul qazanmırlar, can verirlər. Əslində memarımız çox haqlı idi. Otaqda çox kobud qüsurlar var idi. İlk olaraq otağın pərdəsi heç nəyə uyğun değildi. Bundan da başqa otaqda olan mebellər otağı çox kiçik göstərirdi. Televizor isə demək olar ki görünmürdü. Otağın xalçası isə nə divar kağızına, nə yumşaq mebelə, nə də pərdəyə uyğun idi. Bir sözlə, ailənin otağının röya kimi olmasına 72 saat var. Otağın dizaynını və yumşaq mebellərin rəngini nə Füzuli bəy, nə də Tamella xanım seçə bildi. Bunun üçün qızları Validə xanımın köməyini istədilər. Türkiyədə bəzi belə verilişləri görürdüm. Həmişə istəyirdim bizdə də olsun. Siz gəldiniz bizim evə və bizi seçdiniz. Tamella xanım, Bəli. mən bugün sizinlə sağollaşıram. Bugün Barış bəy bizə heç bir söz demədi, heç bir açıqlama vermədi. Bu evin dekoru necə olacaq sir saxladı. Nə ustalar bildi, nə mən bildim. Bunu siz və Barış bəy bildiniz. İnşallah ki, gözəl bir sürpriz olacaq. Yo, siz merak etmeyin, çok güzel olacak. Barış bəy, gəlin gedək. Bütün sürprizi açmayın. Ofis bizi gözləyir. Barış bəy, yorğun çəkilişdən sonra necəsiz? Ben iyiyim, şükürler olsun. Biraz hastayım sadece. Bu dəfə kimə qulaq asırıq? Neye kulak asıyoruz? Yine bir Elazığ türküsü. Bu ailənin aurası necəydi? Bu aile maşallah o kadar pozitif ki. Bizim istediğimizden çok daha pozitif bir aile. Bəs bizim bu Füzuli bəyin evində nələr gözləyir?
Pozitiv bir otaq, yoxsa negativ? Burada aynı Füzuli'de gibi çok pozitif renkleri kullanacağız. Ev çok güzel olacak. İnşallah kendisi de beğenecek. Barış Bey, bu dəfə ailə ilə birlikdə otağın görünüşünü məsləhətləşdiniz. Bu nə ilə əlaqədardır ki? Yok, bu defa tek çalıştım. Değişiklik olsun istedim. Aileyi aldım karşıma, oturttum. Dedim ki hangi renkleri seviyorsunuz, hangi renkler yapalım. Onlar da seçtiler istedikleri renkleri. Ben de yardımcı oldum. Daha uyumlu renkleri seçtim, kombine ettim. Onları uygulayacağız. Artıq ustalarımız Rıza Quliyevlərin evinə yaxınlaşırlar. Bugün Rıza Quliyevlərin ailəsində görək bizi kim qarşılayacaq? Buyurun. Bizi də gəlmək olar. Otağın böyük əşyaları boşaldılmışdı. Ustalara çox kiçik və yüngül işlər qalmışdı. Lap yaxşı, işiniz daha rahat olar. Xalça götürüldü, pərdələr çıxarıldı. Artıq otaq tam boşaldıldı. Ustalar bugün bu otaqda nələr eləyəcəklər, o haqda danışırlar. Və eləcə də otağın layihəsi barədə bir-birləri ilə məsləhətləşirlər. Rahib usta, bizi də məlumatlandırsaz heç də pis olmaz. Möbellərimizi boşaltdıq. İndi ikinci salon padıqları sökməyə başlayaq. Çəkic. Behbud usta, buyurun, bu da çəkic. Sen kameraman ol. Yox, sizə kamera vermək olar. Bir saatdan sonra onu da qırarsınız, Bu arada evin sahibi Füzuli bəyin baxışlarından Behbud usta yaman çəkinirdi. Çok sert adam. Otağın rəng və yumuşaq mebelləri hansı rəngdə olacaq? Bu müharibədən biraz əsəbi olur yəni. Ev sarıyı sevmiyor. Yok, bunu beğenmedim. Bütün bunlar birazdan. Hə dostlar, zarafatı bir kənara qoyaq, keçək əsas məsələyə. Otağı boşaltdıq, çəkici sizə verdik. İndi nə durmusunuz? Başlayın işə. 72 saatdan sonra bu otaq dəyişilməlidir ha. Həmişəki kimi ilk olaraq tavandan başladıq. Füzuli bəyin söylədiyinə görə bu otaq 7-8 il bundan qabaq təmir olunub. O vaxtlar tavan bərli bəzəkli olardı. Amma indi alçı dekorla bəzənir. Bu baxımdan tavan daha gözəl və daha hündür görünür. Bizim ustalar da tavanda olan kiçik dekora bənzər bəzəkləri qıraraq çıxarırlar. Behbud usta divara vurulan köhnə kağızları nəmlədir. Bunu onun üçün edir ki, divar kağızı asanlıqla divardan qopa bilsin. Otaqda olan köhnə çilçıraq çıxarılır. Budur, ustaların çayı da gətirildi. Özü də evin kiçik oğlu Ervin tərəfindən. Çay keyfindən sonra ustalar işlərinə davam etdilər. Çılçırağın altında vurulan bəzəkli dekoru Rahib usta qırmağa başladı. Bəh. Bizim ustalar musiqisiz işləyə bilmirlər ki. Düz eləyirsiniz. Musiqi insana ruh verir. Nəmlənən divarın kağızları asanlıqla divardan ayrılır. Təbii ki, Behbud ustanın sayəsində. Vay, bu otağı nə günə qoydunuz? Rahib usta, sizdən soruşuram, Bu otaq niyə belə oldu, hə? Səhərdən yığışdıraq, sonra alçıpandan qarakolumuzu yığılaq. Otaq təmizlənir.
Otağın tavanı ölçülür. Bu onun üçündür ki, otağın tavanında alçı dekor hazırlanacaq və gizli işıqlar qurulacaq. Tavanın çərçivəsi hazırlanır və tavana bərkidilir. Alçı ölçülərək kəsilir. Bu dəfə Röya kimi proqramının sürpriz qonağı kim oldu? Elə bir o mahnı mənə güc verdi. Bütün bunlar birazdan. Nahar vaxtı gəlib çatdı. Yeməyə nə var dostlar? Yemək gördüm, olmadı. Sizə nuş olsun. Nahardan sonra ustalar işlərinə davam etdilər. Tavanda hazırlanacaq dekorun çərçivələri hazırlanır və bərkidilir. Bu arada Barış bəy gözümüzə dəymədi. Görək hardadır bizim memar? Yenə alışverişdə. Hara gedirsiniz Barış bəy? Şimdi perde almaya geldik. Hikmet Bey'in yanına. Evet, ustamız arıyor. Alo, 3.30 muydu orası? 2.72. Güneşlik var mıydı orada? Artıq pərdə üçün operatorumuz Təbriz memarımıza yardım etməyə qərarına gəldi. Bu iyi değil. Bu niye iyi değil? Evimiz modern, bu klasik stilde. Sen yorulmadın mı? He? Şimdi avize seçmeye gidiyoruz. Avize. Çıl çırak. Hə, başa düşdük. Bizim Dilavər dayının dükanındayıq. Çıl çırak almaya geldik. Dilaver dayı, selamünaleyküm. Necəsən? Hoş buldum. Hoş geldin. Yaxşı, hansı rəngdə olacaq bizim çılçıraq? Kahverengi tonlarda bir çıl çırak bakıyorum da ama bulamadım. Bunun ayrı rengi var mı? Evyi sarıyı sevmiyor. Abi sen bunu ver o zaman bana hemen. Çılçıraq da alındı. İndi xalça dükanına yollanırıq, elə deyil? Halıcıyı da, halıcı yakın. Selamünaleyküm. Bize 2 metrelik linoleum lazım. Yok, bunu beğenmedim. Bu güzel. Bu olur. Xalça da hazır. İndi hara? Duvar kağıdı almaya gidiyoruz. Seçtik gel sen. Bundan alıyoruz. Gittik. Aboyu da aldık. Şimdi işimiz kalmadı, ofise gidiyoruz. Elə isə Barış bəy, gedək ofisə. Barış bəy, ofisdə xoş gördük səni. İkinci dəfə ofisdə qarşılaşdıq. Xeyir ola. Alışverişten geldik. Burada bir hesap yapacağız. Neler aldık, neler verdik. Aldığın renk tonlarından bizi də məlumatlandır. Füzuli dayı siyah ve sarı renkleri sevmiyordu. O renkleri kullanmadık o yüzden. Krem renklerini kullandık. Mobilyayı da öyle yaptık zaten. Bəs ustalarla necə əlaqə saxlayırsınız? Ustalarla alaka saklıyoruz tabii. Ustalar çalışıyor şu anda. Yaxşı Barış bəy, biz sizi yormayaq, gedək görək ustalar nə iş görür. Memarımızın aldığı ləvazimatlar evə daşınır. Memarımız divar kağızını 2 fərqli rəngdə alır. Amma hər iki rəng bir-birinə çox uyğun gəlirdi.
açıq tonlu divar kağızının əsas səbəbi ondan ibarətdir ki, kiçik olan otaqları daha geniş və hündür göstərir. Əziz tamaşaçımız, əgər otağınızın geniş və hündür görünməsini istəyirsinizsə, mütləq divar kağızını açıq tonlarda almalısınız. Bu kiçik bir sirri memarımız Barış bəydən ismarıc olaraq sizlərə çatdırdıq. Otağın qapısı orta vəziyyətdə idi. Qapıya bir balaca əl gəzdirmək lazım gəldi. Bunu bizim yumşaq mebellərin şah ustası Qaradənizli Murad usta öz öhdəsinə götürdü. Otağın qapısını mebelə uyğun rənglədi və beləliklə otağın qapısı təzələndi. Otağın sol tərəfində kiçik rəflər düzəldildi. Rıza Quliyevlərin evində çoxlu aksesuarlar görən memarımız bu kiçik rəfləri məhz aksesuarlar üçün hazırlamışdı. Yumuşaq mebellər eləcə də televizor adlığı da gətirirdi. Son gün. Həyəcanla gözlədiyimiz 72 saatın son 1 saatına yaxınlaşırıq. Və memarımıza söylədiyimiz vaxt tamamlanır. Bu dəfə pərdənin asılması Barış bəyə həvalə olundu. Otağın mebellərinin tozu alınır. Döşəmənin üstü silinir. Bir sözlə, artıq otaq hazırdır. Bu dəfə Röya kimi proqramının sürpriz qonağı kim oldu? Sürpriz! Elə bir o mahnı mənə güc verdi. Bütün bunlar birazdan. Salam Barış bəy. Merhaba. Necəsiz? Sağ olun, siz nasılsınız? Gəlmək olar? Buyurun geçin, hoş geldiniz. Çox sağ olun, təşəkkür edirəm. Xuraman xanım da gəldi. Böyük bir həyəcanla təmir olunan otağı görmək üçün qapını açır. Otağın gözəlliyindən varih olan aparıcımız bir balaca qəza törədir. Çox gözəl olub. Barış bəy, əllərinizə sağlıq. Hər zaman olduğu kimi. Oy. Ev yox, olan mənim ayağım oldu. Amma evimiz gözəl olur. Barış bəy, əlinizə sağlıq. Barış bəy, hiss olunur ki, bura qadın əli dəyməyib, biraz səliqəsizliyi var. Əvvəlki evlərdə otağın pərdə qismi, onun asılması Xuraman xanımın üzərinə düşərdi və heç vaxtda qüsur olmazdı. Amma bu dəfə Barış bəyin pərdə asmağında balaca bir qüsur görən aparıcımız onu düzəltməyə çalışdı. Harazda qapımızı döyürlər. Açaq və görək kimlər var burada. Salam! Necəsiz? Xoş gəlmisiniz. Budur, Füzuli bəy və onun ailəsi təmir olunan otağı görməyə gəldilər. Ailə çox həyəcanlıydı. Ev sahibi geldi. Ben de çok heyecanlıyım. Bakalım gelip görünce ne diyecek. Buyurun. Hoş geldiniz. Buyurun. Ey maşallah. Sana var olsun. Güzel. Necədir Füzuli bəy? Güzel. Çox qəşəngdir. Kemal'in olsun. Qarabağ belə işlərimiz baş tutsun. İnşallah, Daha inşallah. Sevincimizin heç həddi-hüdudlu olmayacaq. Füzuli bəy bizim suallara cavab vermirdi. Elə hey otağa göz gəzdirirdi. Bizə də çox maraqlı gəldi. Bəyənmədiniz ki? Görməmiş də deyil, bu sadəcə seyr edirəm də. Xoşunuza gələn nədir? Ən çox hansı dekoru bəyəndiniz? Demək olar ki, hamı. Bak şurayı gördün mü sen? Şurada ne var? Azerbaycan bayrağı, Türk bayrağı. Rıza Quliyevlər ailəsi həqiqətən çox şən və mehriban ailə idi. Hətta Füzuli bəyin şirin zarafatları da insanın ürəyini açırdı. Sadəcə mən dedim, sarı rəngdən xoşum gəlmir, sizin mən sarı gətirim. Yok o sarı değil, o krem rengi. Yok, ben gıcıklık yapsaydım karayla sarı yapardım. Karaman atmağa sattı, sarı çatın o. Sarı değil, onlar krem. Zarafatlı, hamısı gözəl. Sağ olun, sağ olun. Güzel bunu. Çay süfrəsi qurulur.
Çay süfrəsi hazırlandıqdan sonra memarımızın Tamella xanıma hədiyyəsi oldu. Allah sizdən razı olsun. Allah nə muradınız varsa onu versin. Çox gözəl, əla. Əriniz var olsun, ustalarımız sağ olsun, təşkilatçılar sağ olsunlar. Röya kimi komandası bugünədək 6 evin, 6 ailənin röyasını gerçəkləşdirmiş və onların sevincinə sevinc qatmışdı. Rızaquliyevlər ailəsi bu sevincin 7-cisi oldu və 7 rəqəminin müqəddəs olmasını bir təsadüfə bağladı. 7 qat, 7 mərtəbə, yerin 7 qat. Həftənin 7 günü var. Təbii, təbii. Ona görə müqəddəs bir rəqəm düşdü sizin evinizə. İnşallah uğur gətirər. Şirin-şirin söhbətdən sonra otağın qapısının döyülməsinə ailə təəccübləndi. Qapımız döyülür. Gəlsə sizin qonağımız var. Kimsə gözləyirsiniz? Biz gözləmirik. İradə xanım gözləyir, o bizim öz qonağımızda. İradə xanım, yəqin ki İradə xanımdır. Açıq görə İradə xanımdır. İradə xanım buyurun. Ay, sürpriz! Çox sağ olun, çox gözləmirdik. Yəni qonağımızı gözləmirdik. Ümumiyyətlə hər şey çox yüksək səviyyədə idi. Azərbaycanın sevilən müğənnisi, xanım xatınlığı ilə hər kəsdən seçilən Mətanət İskəndərli ailənin sevincinə sevinc qatdı. Müharibə gedən vaxtı bir mahnısı var, deyim. Gecədən süfrədə yolunu Ay, sağ ol. Onunla yaşayıb, yolunuz onunla gözləyib. Ay Allah. O mənim ən sevimli, ən Deyir ki, sevdiyim sevgi qəlbdən qəlbə sevgi olur, bəli. Gecədən sübhədək yolunu gözlədim, adı yaxıb sinəmə qəlbimi közlədim. Yalvarıb Tanrıdan yalnız səni istədim. Bu qüssəyə mən dözə bilmədim. Gecədən sübhədək yolunu gözlədim, onu yaxıb sinəmə qəlbimi közlədim. Yalvarıb Tanrıdan yalnız səni istədim. Bu qüssəyə mən dözə bilmədim. Mən də usta qızıyam, mənim də başım çıxır azdan çoxdan. Mənim də atam belə evlər təmir eləyib. Otağa göz gəzdirən Mətanət xanıma sizcə bu otaq neçə günə hazırlanıb deyə sual verdik. Bir həftəyə 10 gün, ha? Yox, bu təmir 3 gün ərzində başa çatıb. 3 gün ərzində. 3 gün ərzində. 3 gün ərzində əla. Bu cür təmir 3 gün üçün əladır, əla. Otağın ilk və son görünüşü. İlk olaraq pərdədən başlayaq. Otaqdakı heç bir rəngə uyğun olmayan pərdənin yerinə yenisini asdıq. Yeni asılan pərdə otaqdakı bütün rənglərə uyğun idi. Öncə sol tərəfdə künc hissədə masa yerləşdirilmişdi. Biz isə bu masanı yenilədik. Həm rəngini, həm də oturacağını. Masanın yanında isə yumşaq mebel qoyulmuşdu. Təbii ki, memarımızın dekoruna uyğun olaraq qəhvə tonunda yumşaq mebel qoyuldu. Çırçırağı da dəyişdik. Köhnə xalçanı götürərək yenisi ilə əvəz etdik. Bu xalça da divar kağızına uyğun seçilmişdi. Otağın sağ tərəfində mebellər sıx qoyulmuşdu. Bu da otağı çox kiçik göstərirdi. Biz bunu dəyişərək tam fərqli dizaynda kiçik dolablı mebel düzəltdik. Yeni görünüşdə təmir olunan otaq daha geniş və daha rahat görünürdü. Beləliklə, Qarabağ qazisi olan Füzuli bəyin ailəsinin sevincinə sevinc qatdı. Bu ailədə də kiçik toxunuşlarla böyük dəyişiklik etdik. Bizi izləməklə davam edin. Çünki hər an sizin də evinizə gələ bilərik. Bizim müğənnimiz belə bir təmiri gördükdən sonra memarımızdan onun bağ evinin təmirini istədi. Görün bizim memar onun cavabını necə verdi. Kontrakt bağlayaq gəlin mənim üçün də. Təbii məmnuniyyətlə məncə var. Tabii memnuniyetle. Hə? Memnuniyetle. Allah qoysa. Mən parasız demirəm. Yok, anladım abi. Parasını geç vereceksin sadece. Anladım. Taksit. Amma düşməyə tez düşəcəksiniz. Yok.
Niye o da taksit olacak? Onu etmək istəyirəm. Şimdi siz parayı çabuk verirseniz iş de çabuk biter. Ay Mətanət xanım, siz bizim memara söz çatdıra bilməzsiniz. Mətanət xanımın gəlişi özünü belə təəccübləndirmişdi. Aparıcımıza necə oldu ki, mən seçildim deyə sual verdi. Siz istədiniz məni, yoxsa necə, nətər oldu? Biz sadəcə soruşduq, bizim rejissorumuz hər dəfə gələndə soruşur ki, kimlərə qulaq asırsınız, kimləri bəyənirsiniz. Təbii ki, onların fikirlərini aldıq və demək ki, ən gözəl sürpriz eləmişik. Sürpriz qonağımızın Rıza Quliyevlərə hədiyyəsi. Ən gözəl hədiyyə, ən gözəl hədiyyə. Bu xüsusi Tamella xanım oldu bu hədiyyə. Doğrudan mənə oldu. Bu da bizim şirinimiz. Gətirib ki, şirin-şirin ye, şirin-şirin də danışaq. Sən gələ girən, bir də göz yaşını silən deyiləm. Nə üçün eşqimiz toxundu daşa? Türk qardaşlarımız sağ olsunlar. Sağ olun. Siz de sağ olun. Sağ olun ki, kardeşlerimiz gəlib de sağ olun. xalqımızı belə sevindirirsiniz. Sağ olun. Bu körpülər heç vaxt yıxılmasın. Türkü deyir ki, Türkdən başqa dostu yoxdur. Vaxt gəlib çatdı bizim sürpriz qonaqla sağollaşmağa. Təbii ki, nə ailə, nə də ki, Röya kimi komandası Mətanət xanımdan ayrılmaq istəmirdi. Əgər ailənin vətənə, torpağa, millətə sevgisi varsa, təbii ki, o ailədə vətənlə bağlı söhbətlər daha çox və daha maraqlı olur. Torpağında bitən neymət, bu dağ dərə, bu xoş cənnət, tarix boyu oldu fəqət, yad əlində zaman zaman, Azərbaycan, Azərbaycan. Qonaq ardıca gəldi. Bu dəfə ailənin yaxın dostu Radə xanım təşrif buyurdu. Radə xanım, xoş gəlmisiniz. Teşekkür ederim. Siz hoş gelmişsiniz. Çok güzel. Çok güzel. Hakikaten çok güzel. Çok sevdim. Her şey, renkler birbirine uygun. Hiç ağla gelmeyen bir güzellik. Maşallah. Radə xanımla da söhbətimiz şirin keçdi və beləliklə də ailə ilə bugünlük vidalaşmalı oldu. Bugün də daha bir ailəni sevindirdik, onların sevincinə sevinç qatdıq. Füzuli dayı, Tamella xanım, bir daha sizi təbrik eləyirəm. Növbəti ailəmizi də sevindirmək ümidi ilə bugünlük hələlik mən deyirəm və Barış bəy, sizin də fikirlərinizi alaq. Füzuli dayıyı sevindirdik, ailesini sevindirdik, onların sevincini paylaştık. Biz de bu durumdan çok mutluyuz. Allah güle güle oturmayı nasip etsin. İnşallah siz də öz maillərinizi TRT Bakı təmsilçiliyi @gmail.com ünvanına göndərirsiniz və biz də bunu dəyərləndirib sizlərin qapısını çalırıq. Odur ki, gözünüz bizdə olsun. Hələlik deyirik. Hangi kameraya bak? Hangi kameraya bakıyoruz? Biz ona baxırıq. Dur tamam. Ne dur tamam. Tamam geliyorum da kişi gözlüğü yönetmen gelmemiş. Daha gelmezler bu. Kadınların sohbet muhabbeti bitmez. İşimiz gücümüz var ya. Ya işte. Bismillah.